Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala nebiyyina Muhammedin ve ala alihi ve sahabetihi ecma'in. Rabbi şrahli sadri ve yessirli emri ve hlul uqdeten min lisani yefqahu qavli amma ba'd. En birinci özümə, sonra da sizə Allah Teala'dan gizlində başlarda haqq təqvasından qorxmağı və Allah Teala'nın hüdudlarını və Rasulun qoyduğu şəriətə itaat etməyi nəsihət edirəm. Çünki bu nəsihət həm bizdən öncəki, bizdən də xeyirli nəsillərin bir-birlərinə etdiyi nəsihət idi. Və ən böyük nəsihət, ən birinci nəsihət Allahın kəlamı və Allahın kitabıdır. Allahın kitabı nəsihət götürən üçün, nəsihəti qəbul edən üçün ən birincisi və ən kamilidir. Əgər kim ki Allahın kitabından nəsihət qəbul etməyəcəksə və kim ki oradan ona olunan özünün etdiyi xətalar və şərlər var hansı ki, o xətaları, şərləri tərk etməyinə səbəb olmayacaqsa, artıq ona hansı başqa bir faydalı söz deyilə bilər ki, o da onu qəbul etsin və xeyir əhlinin cərgələrində cərgələ qalsın. Və Allah Teala kitabında iman gətirənlərə buyurur ki, Ya eyyuhəllədinə əmənu, və öncəki dərslərdə, mühazirlərdə xatırlandığı və təkrarən yenə xatırladıram ki, sələflər bu ayəni Ya eyyuhəllədinə əmənu, ey iman gətirənlər ayəsi haqqında deyərlər ki, ayələr haqqında deyərlər ki, əgər Allahın kitabında bu ayəni eşitsəz, qulaqlarınızı tutun. Çünki əmin olun ki, Allah Teala sizə ya hansısa bir xeyr əmr edəcək, ya da hər hansısa bir şərdən sizi çəkindirəcək. Yəni Allah Teala hər hansısa bir qaydanı sizə öyrədəcək. Və Allah Teala buyurur ki, Qumu ənfusakum və əhlikum nara. Qumu və ənfusakum və əhlikum nara. Öz nəfsinizi və ailənizi oddan qoruyun. Və diqqət yetir, ən birinci Allah Teala insana özünü qorumasını və özünü qoruqdan sonra isə ailəsini qorumasını əmr etdi. Çünki əgər özünü islah edə bilməyən bir mümin, bir müsəlman başqasını islah edə bilməz. Əgər sən vitr namazlarını qılan deyilsənsə, məsələn, ibadətlərdən bir ibadət, vitr namazlarını qılan deyilsənsə, sən onu necə evində əmr edəcəksən? Əgər sən duha namazını qılan deyilsənsə, o duha namazını evində necə əmr edəcəksən? Əgər sən. Allah Teala'nın gör nazil etdiyi, istər öz kitabında və istərsə Rasulunun sünnəsində bizə öyrətdiyi nə qədər fərz və sünnə olan ibadətlər var. Və Allah Teala ayənin ardınca buyurur ki, وَقُودُهَا النَّاسُ وَالْحِجَارَةِ عَلَيْهَا مَلَائِكَةٌ غِلَاظٌ شَدِيدٌ شِدَادٌ لَا يَعْصُونَ اللّٰهَ مَا أَمَرَهُمْ وَيَفْعَلُونَ مَا يُؤْمَرُونَ. Və həmçinin Allah Teala ayənin ardınca buyurur ki, cəhənnəmən, yəni kimlər ki iman gətirməyəcək və öz nəfslərini qorumayacaqlar və onun aqibəti haqqında Allah Teala deyir və Allah Teala buyurur ki, o yer ki özlərini qorumayanların, özlərini və ailələrini qorumayanların yeri haqqında, od haqqında danışır. O yer ki yanacağı yer insanlar və daşlardan ibarətdir. Və Allah Teala o yerin bələdçiləri haqqında, o yerə nəzarət edən mələklər haqqında danışır. Və bilirsiniz, cəhənnəm, Allah Teala cəhənnəmi yaradıb və ona nəzarət edənlər də yaradıb. Yəni mələklər. Düzdür, hər kəs mələk deyəndə hamının gözünün qarşısına gözəl, nurlu və s. belə təsvirlər gəlir. Amma Allah Teala'nın hər bir iş üçün yaratdığı mələklər var. Yəni o mələk ki, o şeylə müvəkkəldir. Və Allah Teala'nın od üçün, yəni cəhənnəmə, Allah nəfslərimizi haram eləsin, cəhənnəm üçün yaratdığı mələklərə qaldıqda isə bu tamamilə əksidir. Necə ki Allah Teala o mələkləri öz kitabında vəsf edir. Allah Teala onların vəsfində deyir ki, Ğilabun, yəni qəlizdirlər, yəni bir şeydən keçməzlər, Şidadun, şiddətlidirlər. Və Allah Teala buyurur ki, La ya'sunallah, və Allaha asi olmazlar. Və biz bilirik ki, mələklər əslən Allaha asi deyirlər. Bəs burada qəsd olunan asli nədir? Əgər onlar Allah Teala, biz müsəlman olaraq Allahın kitabından biliriksə ki, mələklər asi olmayacaqlar. Bəs burada o mələklərin asi olmamağını Allah Teala bizə nəyə öyrətdi? Yəni ki, ayənin ardınca Allah Teala buyurur ki, onlara verilən əmrə qarşı itaətsizlik etməzlər. Onlara verilən əmr isə cəhənnəm əhlini odda yandırmaq və onlara orada verilən əzabdır. Yaxşı, burada nə asilik? Və şəriətin özünə biz baxanda görürük ki, o dəhli Rəblərindən ümidlərini üzdükdən sonra o mələklərdən istəyəcəklər.
O mələklərdən istəyəcəklər ki, od onlardan yüngülləşsin və yaxud o mələklər onları qurtarsın. Allah rəhm etməli, bəlkə onlar rəhm edələr. Ona görə Allah Teala buyurur ki, la ya'sun Allah. Onlar Allaha asi olmazlar. Yəni Allahın rəhm etmədiyinə rəhm eləməzdir. Çünki əslən cəhənnəmə varid olan kəs Allahın rəhm etmədiyinə görə ora düşəndir. Və Allah Teala ona əgər rəhm etməyibsə, onlar rəhm edə bilməzlər. Baxmayaraq ki, Allah Teala'nın rəhməti hər şeyi əhatə edib. Necə ki, Allah Teala kitabında buyurur ki, وَسَعَتْ رَحْمَتِي كُلَّ شَيْءٍ الْآيَةِ. Allah Teala buyurur ki, rəhmətim hər şeyi əhatə etdi. Yəni, hətta qəzəbini belə, Allah Teala'nın qəzəbini belə. Və Allah Teala buyurur ki, مَا أَمَرَهُمْ وَيَفْعَلُونَ. Nə onlara əmr olunursa onu deyərlər. Yəni, əzab verərlər. Onlara əmr olunan yeganə bir şey əzab verməkdir. Və Allahın rəhm etmədiklərinə rəhm etməməkdir. Və Allah Teala buyurur ki, mə yu'marun və onlara əmr olunan hər bir şeyə. Yəni, cəhənnəm əhli ilə aralarında olacaq müamilə, yəni onlara veriləcək əzab barəsində. Və həmçinin də Allah Teala bu ayənin növbəti gələn ayədə Allah Teala buyurur ki, ya eyyuhəllədinə kəfəru, ey kafirlər, o da əhli, la tə'tədiru yevm, bu gün üzr istəməyin. Çünki biz dedik, Allah Teala'dan ümidlərinin üzərindən, hansı ki onlar əmin olacaqlar ki, Allah onları bağışlamayacaq, artıq mələklərdən kömək, mədəd diləməyə başlayacaqlar. Və Allah Teala'nın mələkləri onlara deyəcəklər ki, la tə'tədirul yevm, bu gün artıq üzr istəməyin. İnnəmə tuczəvnə mə kuntum tə'məlun. Siz etdiklərinizə görə cəzalandırılırsınız. İnsanların etdikləri nə idi ki, onlara görə cəzalandırırlar. Necə ki, ayənin əvvəlində Allah Teala'nın əmr etdiyi kimi, "Qu anfusakum və əhlikum nara", özünüzü və ailənizi oddan qoruyun. Nə ilə? İnsan özünü və ailəsini oddan nə ilə qoruya bilər? Və diqqət yetir, Allah Teala bu ayələrin sonunda nə əmr edir? Və Allah Teala buyurur ki, "Ya eyyuhəllezine amenu", ey iman gətirənlər, "Tubu ilallahi tövbətən nasuha". Ey iman gətirənlər, Allaha sadiq şəkildə, sadiq qəlbdən bir tövbə edin. Bax, bunlar da oddan qurtulanlar. Və bax, nədir o təvbətən nəsuhə? Sələflər bu ayəni açıqlayarkən, təfsir edərkən deyərlər ki, sadiq tövbə. Yəni, günahı etdikdən sonra ona qayıtmayacaq şəkildə olan tövbə. Deyir ki, vəsf olunardı, günaha qayıdan, Allahdan qorxan müttəqi, müminin günaha qayıtmasını vəsf edərkən vəsf olunardılar və deyərlər ki, elə zənn edərdi ki, o günaha bir də qayıtsa ölər, məhv olar, həlak olar. Və tövbətən nəsuhə olur. Yəni, Allaha sadiq qəlbdən tövbə etmək də odur. Və Allah Teala buyurur ki, "Asa rabbukum an yukaffir ankum sayyiatikum." Ola bilsin ki, və umulur ki, Allah Teala bu sadiq tövbənizin nəticəsindən sizi bağışlayar və sizin tövbələrinizi sizdən qəbul edər və günahlarınızı keçər. Və sadiq olan tövbə, Allahla qulun arasında sadiq olan bir tövbə səbəbdir ki, Allah onu bağışlasın. Və hətta ən əzəmətli səbəbdir bəlkə də. Ən əzəmətli səbəbdir ki, Allah onu bağışlasın. Və Allah Teala buyurur ki, وَيُدْخِلَكُمْ جَنَّاتٍ Və bunun səbəbi ilə də Allah sizi cənnətinə, yəni neymətlər diyarına daxil etsin. Və Allah Teala o cənnəti vəsf edir və deyir ki, تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارِ Altından çaylar axan cənnətlər. Yəni adi bir yer yox, adi bir məkan yox. Və Allah Teala buyurur ki, يَوْمَ لَا يُخْزِ اللّٰهُ النَّبِيَّ وَالَّذ۪ينَ آمَنُوا O gün ki, peşman olun, yəni nəbilərlə, salihlərlə peşman, o kəslər ki, onlar peşman olmayacaqlar, onlarla birlikdə. Və həmçinin də وَمَعَهُ نُورُهُمْ يَسْعَى بَيْنَ اَيْدِيهِمْ وَبِأَيْمَانِهِمْ İndi Allah Teala o tövbətən nəsuhə, yəni sadiq tövbə edənlərin sifətini danışır, onların qiyamət günü şəkillərini danışır və Allah Teala buyurur ki, onların nurları saçacaq, onlar nur saçacaqlar, işıq saçacaqlar və onların nuru özlərində və sağlarından olacaq. Və diqqət etirin, nə üçün o bir eymanih, nə üçün sağlarından və sollarından yox. Çünki möminlər, o tövbətən nəsuhə, bu fəzilətə nail olan insanlar münafiqlərin nursuzluğunu görəcəklər. Və görəcəklər ki, Allah Teala onlardan o nuru alıb və nə üçün münafiqlər? Çünki əslən, münafiqlər də zahirən ibadət edənlər idi. Və münafiqlər kimlər idi? Zahirində olanların qəlblərinə düşmədikləri. O kəslər ki, zahirləri var idi, amma qəlblərində heç bir şey yox idi. Yəni, namaz qəlbdə deyildi. Qəlblərində namaz yox idi. Oruz o qəlbdə yox idi. Yəni, necə ki, biz deyirik ki, bir ibadət etmək üçün
İnsanın Rəbbinə qarşı bir ibadət etməsi üçün əsas lazım olan qəlbdir. Necə ki, biz deyirik ki, məscidə getmək üçün ayağa ehtiyac yoxdur. Məscidə getməyə qəlb lazımdır, qəlb. Səni məscidə aparan qəlbin ayaqların deyil. Nə qədər ayaqsızlar var ki, məscidə gedirlər. Nə qədər ayaqları sənin ayaqlarından dəfələrcə güclü olanlar var ki, məscidə gələ bilməyiblər. Bir dəfə də olsun məscidin qapısından içəri ayaqlarını qoymayıblar. Qaçsaydılar, bəlkə onları heç kim tuta bilməzdi. Amma görünür ki, məscidə aparan nədir? Qəlbidir. O qəlb ki, münafiqlərdən yox idi. Və o sadiq tövbə eləyənlər o münafiqləri görüb, onların nursuzluğunu, zülmətini gördükdən sonra Rəbbinə deyəcəklər ki, Rabbənə ətmim lənə nurana. Ey Rəbbimiz, bizim nurumuzu artır, tamamla. Bizə vəd etdiyin o şeyi, bizə vəd etdiyin o nuru, o neymətləri bizim üçün tamamla. Vəğfir lənə, və bizi bağışla. Allah Teala öz kitabında və bu ayənin sonunda Allah Teala buyurur ki, İnnəkə alə kulli şeyin qadir. Və möminlər Rəbbinə deyəcəklər ki, həqiqətən də sən hər bir şeyə qadirsən. Yəni, bizə verdiyin o nuru, yəni qiyamət günü möminlərə verəcəyin nuru kamilləşdirməyə və tamamlamağa sən qadirsən. Və diqqət yetir, möminin sifətini Rəbbinə dua eləyərkən, Rəbbindən elə bir formada dua etdi ki, Rəbbini borclu çıxardaraq yox, onu Rəbbindən istədiyinə möhtac olaraq istədi. Və bu da duada olan dəvlərdən. Mömin, müsəlman, Allahdan qorxan, Allaha dua eləyən, Allah Teala'ya dua edərkən Allahın ona verəcəyi neymətlər, istər dini baxımlı olan neymətlər olsun, istər onun dünyasında lazım olan, halal olan neymətlər olsun, fərq etməz. Allaha etdiyi dualarında Allaha elə belə dua etməməlidir ki, Allah borcludur o dualarında ki, istər ilə sənə versin. Elə bir dua etmək lazımdır ki, sən möhtac olduğun halda istəyəsən. Və necə ki, Yahudilərin məsəli idi bu və Yahudilərin əksi kim olmalıdır? Və Yahudilər bir zaman Rəbbiləri haqqında nə dedilər? İnna Allaha fəqirun və nəhnu əğniyyə. Allah kasıbdır, biz isə zənginik. Yəni, artıq onlar Allahı acizləşdirdilər. Və artıq onlar Allahı acizləşdirir və bir müsəlmana yaraşmaz Rəbbini acizləşdirmək və bir müsəlmana da yaraşmaz ki, Rəbbinə qarşı dua etdikdə Allah sanki sənin etdikləri sənə verməyə borcludur kimi dua etməsin. Və bu da duanın dəvlərindən deyil. Və burada qardaşlar, diqqət yetirdiysə, sadiq olan tövbəni Allah Teala zikr edərkən, öyrədərkən daha doğrusu, Rasuluna vəhy edərkən, ayənin əvvəldə yenə də vurğuladı ki, ya əyyuhəllədinə əmənu, ey iman gətirənlər. Demək, o sadiq tövbə iman əhlinin sifətidir. Əgər o tövbə səndə yoxdursa, ola bilsin ki, sən həqiqətən Allah Teala'nın dediyi ey iman gətirənlər sözün altında bəlkə cəmalmansın. Və diqqət yetir, Allah Teala bu surənin sonlarında bizə bir məsəl çəkir. Allah Teala bizə məsəl çəkir ki, وَضَرَبَ اللّٰهُ مَثَلًا لِلَّذ۪ينَ آمَنُوا. Allah Teala iman gətirənlərə bir məsəl çəkdi. İmra'ətə Fir'aun. Firavunun qadını Allah Teala iman gətirən kişilərə o qadını məsəl çəkdi. Diqqət edir, Allah Teala hər hansısa bir kişini yox, qadını məsəl çəkdi. Ne üçün qadını? Çünki qadın əslən zəifdir. Kişi güclüdür. Kişi istədiyi yerdə sözünü deyə də bilər və hətta ola bilsin ki, ona bir fəsad gəlməsin, ona bir zərər gəlməsin. Amma şərin, fitnənin olduğu yerdə qadın ola bilsin ki, haqqı desin və haqlarını desin, ona zərər gəlsin. Və necə ki, Firavunun qadını. Və Allah Teala onu məsəl çəkdi. Biz kişilər üçün o mərd qadını Allah Teala məsəl çəkdi. Və Allah Teala ayənin ardınca deyir ki, İz qalət Rabbi. O zaman ki, Rəbbinə dedi ki, ey Rəbbim, İbnili indəkə beytən. Mənə öz yanında bir ev tik. Və nəccini və məni xilas et. Kimdən? Firavundan xilas et. وَنَجِّنِ مِنْ فَرْعَوْنَ وَعَمَلِهِ. Hansı ki, onun etdikləri əməllərdən, yəni ona tabi olanlardan, Firavunun özündən və ona tabi olanlardan və ona mənə tabi olanlardan وَنَجِّنِ مِنَ الْقَوْمِ الظَّالِمِ. Və məni zülm edən, özlərinə zülm edən zalim bir qövmdən xilas et. Və sələflər buradan bir qayda çıxardarlar ki, insan, əlavə fayda olaraq təbii ki, insan ev almamışdan qabaq qonşu tapmalıdır. Və diqqət etir, Firavunun yoldaşı birinci Rəbbini tapdı və sonra Rəbbinin yanında özünə ev istədi. Yəni bu o deməkdir ki, insan birinci kimin yanında ev tikəcəyinə baxmalıdır. Sələfdən belə bir qayda vardı, olmuşdu. Qonşu, həyatı üçün qonşu rahatlaşdırır deyəm. Və diqqət yetirdirsə, qardaşlar, qadın o sözü Firavunun yanında dedi. Tək idi. Yəni qadın nə qədər güclü ola bilər ki? Dedik ki, kişi ola bilər ki,
haqqını desin və haqqı desin və Allah üçün haqqı desin, bəlkə də ola bilər ki, ona heç bir şey olmasın. Hətta ona hər hansısa bir əziyyət olsa da belə, o əziyyət onu məhv eləməsin. Amma qadınlar fərqlidir. Amma diqqət yetir, Allah Teala o qadına kişiləri məsəl çəkdi. Nə demək ki, Allahdan qorxanın Allah qatında cinsiyyəti yoxdur. İstər qadın olsun, kişi olsun, fərq eləməz. Allahdan qorxan elə Allahdan qorxandır. Nasuh tövbə eləyən elə nasuh tövbə eləyəndir. Yəni sadiq tövbə eləyən elə sadiq tövbə eləyəndir. İstər o qadın olsun, istərsə də o kişi olsun. Heç bir fərq eləməz. Və həmçinin Allah Teala Məryəmi məsəl çəkir. Həmçinin Məryəmin özünü də Allah Teala öz kitabında o qadını da məsəl çəkir kişilər üçün. Və Allah Teala buyurur ki: "Və Məryəm ibnətə İmran." Və İmranın qızı Məryəmi də həmçinin Allah Teala məsəl çəkir. Allah Teala buyurur ki: "Əlləti əhsənət fərcəhə." O kəs ki, yəni o qadın ki, Məryəmi vəsf edir, Məryəmin sifətlərini danışır, özünü qorudu, öz iffətini yəni, öz iffətini qorudu. Fənəfəxnə fīhi min ruhina və biz də ona öz ruhumuzdan üfürdük. Yəni onun oğlunu, yəni İsa'nı aleyhisselam. Və saddaqat bi kəlimət Rabbiha və kutubihi və kânət minəl qanitin. Və Allah Teala ona olan vədini tamamladı. Yəni oğul baxımından, övlad baxımından Allah Teala olan vədini tamamladı və Allah Teala Məryəm haqqında dedi ki: "Və kânət minəl qanitin." Və Məryəm də Allahdan qorxanlardan idi. Və diqqət edir, yenə də Allah Teala bir qadını məsəl çəkdi və sual təkrarlandır. Məgər qadın mı güclü olar o boyda fitnələrin qarşısına tab gətirməkdə, yoxsa kişi? Demək artıq buradan o qərara gəlinir ki, artıq buradan çıxan fayda odur ki, əgər nasuh tövbə olsa və insan Rəbbinə sadiq olsa, hətta qadın belə olsa, o düşmənlərin qarşısında dik dayana bilər. Hətta qadın belə olsa, o fitnələrin qarşısında düz dayanar və fitnələr uduzmaz. Bəs kişilər necə? Əgər bu qadının bacaracağı idisə, əgər bunları qadınlar bacardısa, bəs kişilər nələrə qadirdir? Bəs kişilər nələri bacarır? Ona görə bax, Allah Resulunun başına gələnlər və onun sahabələrindən bəzilərinin, xüsusən elə sahabələr ki, onların başına gələn müsibətlər və həmçində o sahabələrdən Allah Resulunun Bilal radiyallahu anh'ın başına gələnlər qul ilə onu bazarda keçilər qoyunlar kimi satırlar. Subhanallah inanın. Yəni sən görməmişsən o şeyləri, biz görməmişik o şeyləri. Ona görə bəlkə də bizə qəribə gəlir, üstündən dəfələrcə ötürüb keçilən qissələrdir. Amma o vaxt insanları bazarda qoyun quzu kimi satırlar. Və fərz elə ki, o insanın üstündə qiyməti haqqında satan və alan dirişirdi. Yox, bu qiymətə satmıram, yox, o qiymətə satıram. Fərz elə səni satırlar və sənin qiymətin danışılır. Və sən də ucuz qiymətə satılırsan. Bilal radiyallahu anhu və onu Əbu Bakr alır. Allah ondan razı olsun. Və onu Əbu Bakr almağa gələndə eşidir ki, Əbu Bakr o iman gətirib, Bilal radiyallahu anhu. Eşidir onun iman gətirməyini. Və onu qul idi, almağa gəlir, azad etməyə gəlir. Və onu satan müşrik isə bilirdi ki, Əbu Bakr kimdir? Subhanallah inadın, müşriklər bilirdi ki, Əbu Bakr kimdir. Amma indi Əbu Bakr radiyallahu anhunun fəzilətini bilən yoxdur. Və yaxud da azdır. Hətta o müşrik bilirdi ki, o sadiqdir. O dinində necə möhkəmdir. Əbu Bakr radiyallahu anhu o zaman ki, Bilal'ı almağa gələndə deyir ki, sat bunu. Yəni azad etmək istəyirdi Bilal radiyallahu anhu. Və deyir ki, 100 dəvə ver. Heç bir qulun 100 dəvə qiyməti olmayıb. Heç bir dəvə qiyməti olmayıb heç bir qulun. Bir dəvə Allah bir neçə qul azad edirdilər. Əbu Bakr radiyallahu anhu başa düşür ki, o niyə elə deyir? Çünki əslən onu satmasaydı belə Əbu Bakr da düşün, heç Əbu Bakr ticarət də belə eləmədi. İstəmədi ki, Bilal radiyallahu anhu utansın və xəcalət çəksin. Yox 90 dəvə, yox 80 dəvə, yox 70 dəvə. Yəni indiki müsəlmanların tam əksi. Və Əbu Bakr radiyallahu anhu onun istədiklərini onu verir. Və Bilalı azad edir radiyallahu anhu. Və fikir verir, bu şeylər o sahabənin qulaqları eşidə-eşidə olurdu. Və bir müddət Allah Resulunun yanında sıxıla-sıxıla gəzirdi. Çünki qara idi, həbəşi idi, zənci idi. Yəni tək başqa sahabələrin içində hamıdan seçilən yeganə sahabə idi. Amma baxmayaraq ki, ən şərəfli vəzifələrdən birini götürdü. Allah Resulunun müvəkkil etdi. O Allah Resulunun məzini idi. Və Allah Resulunun dünyasını dəyişəndən sonra da Mədinədə yaşaya bilmədi, getdi, qayıtdı. Ona görə bax qardaşlarım, bu da kişilərin gücü qüvvəti idi. Çünki o kişilər nədən ilham almışdılar? O kişilər nəyin üzərində güclü qüvvətli idilər? Onlar görürdülər ki, əgər o qadınlar ona qadir idisiniz ki, bir neçə qadının, salihlərdən olan bir neçə qadının qissəsini danışdıq. Əgər qadınlar o şeyə qadir isə, bəs kişilər nələrə qadirdir? Çünki əslən kişi lap qadirdir, lap güclüdür, lap layiqdir ki, o şeylərə qadir olsun. Və Allah Taala'dan istəyirəm ki, və biz öz dininin üzərində ona etdiyimiz xətalar, hansı ki, üzərində bəlkə də nə vaxtsa sabit olduğumuz xətalar var,
Allah Taala'dan istəyirəm ki, bizə tövbətən nasuhə, necə ki vəsf etdiyi, iman əhlinə vəsf etdiyi o tövbətən nasuhəni bizə müvəffəq etsin və bizə sadiq Rəbbimizə tövbə edib və o günahları bir də qayıtmayanlardan biz etsin. Və ayaqlarımızı bu din üzərində möhkəm saxlasın və bizi istər Allahın kitabında varid olan və istərsə Rasulun sünnəsində varid olan ən şərəflilərlə həşr etsin qiyamət günü. Və Allah Taala bizi ən əzəmətli kəlmə olan La ilahə illallah Muhammed Rasulullah kəlməsinin üzərində yaşatsın və o kəlmənin üzərində də bizim canımızı alsın. Ən düzgün Allah bilir. Və subhanəkə Allahumma bihamdik, əşhədu an la ilahə illə ənt, əstəğfiruka Allahumma və etûbu ileyk.